Salam değerli izleyiciler, kanalımıza xoş gəlmisiniz. Bugün feyvxadan marmelad hazırlayırıq. Demək olar ki, əksər meyvələrdən marmelad hazırlamaq mümkündür. Artıq biz onlardan ikisini sizinlə paylaşmışıq. Həmin videoların linkini açıqlama hissəsində qoyacağıq. Maraqlananlar onlara da baxa bilərlər. Bugün hazırlayacağımız feyvxa marmeladının üstünlüyü ondadır ki, burada meyvə bişmir. Əgər sizin üçün maraqlıdırsa, buyurun başlayaq. Bunun üçün meyvəni yuyuruq, saplaq və gül hissələrini kəsib, təmiz quruduruq. Qurudandan sonra ət maşınından keçirdirik. Feyvxanı çəkdik, geniş bir qabın içərisinə boşaldırıq. Bir şeyi də diqqətinizə çatdırım. Çalışın ki, meyvəniz yetişmiş olsun, yumuşaq olsun. Əgər biraz bərkdirsə, 1-2 gün saxlayın, yumuşalsın. Sonra istifadə edin. Sonra içərisinə blender salıb, daha da xırdalayırıq. Blenderladık. Gördüğünüz gibi bakın bu dereceye kadar blenderlayırım. Blenderlamasanız da olar. İndi şeker tozunu əlavə etməliyik. Bunun üçün şeker tozunu ölçüb götürürəm. 600 gram şeker tozu əlavə edirəm. Biraz oynayır ama 600 gramdır. Mən feyvxadan soyuq mürəbbə hazırlayanda kiloya kilo əlavə etmişdik. Amma indi burada biraz azaltmışam. Burada 1 kilo 200 meyvə var. Ona hələ saplaq hissələrini kəsdim. Alanda 1 kilo 200 idi. Ona ümumi 600 gram şeker tozu əlavə edirəm. Şeker tozunu əlavə edib yaxşı qarışdırırıq. Siz istəsəniz bunu çox əlavə edə bilərsiniz. Şirin sevirsinizsə artıra bilərsiniz. Şeker tozunu əlavə edib yaxşı qarışdırın. Şeker tozunu əlavə edib yaxşı qarışdırdıq ki, şeker içərisinə həll olsun. İndi sıra gəldi əsas məsələyə. Biz bunu nə ilə qatlaşdıracağıq? Bunun üçün heyva toxumundan istifadə edirik. Gündəlik şirəsini çəkirik, yeyirik, cemini, marmeladını, mürəbbəsini hazırlayırıq və toxumlar qalır. O toxumları atmırıq. Tam qurudandan sonra nazik səririk, tam quruyur. Quruyandan sonra ya bankaya, ya bir paketin içərisinə töküb saxlayırıq. Bu məqsədlər üçün istifadə edirik. Heyva toxumunun da yəqin faydalarını bilirsiniz. Mədə-bağırsaq sistemi üçün faydalıdır. Öskürəyi, sinəni yumşaldır. Öskürək üçün faydalıdır. Bir ovuc heyva toxumu götürürük. Bu qədər meyvəyə. Mənim götürdüyüm kimi meyvə. Baxın, elə bu qədər heyva toxumu götürüb, üzərindən bir barmaq çıxana qədər su tökürük. Bunu axşamdan eləmək lazımdır. Əgər səhərsi gün eləyəcəksinizsə, hazırlayacaqsınızsa, axşamdan artıq mən onu islatmışam. Gördüyünüz kimi. Baxın, belə olur. İndi onu tənzifdən keçiririk ki, tumlarından təmizləyək. Tənzifi 2 qat eləyirəm. İçərisinə töküb sıxıram. Belə bir qatı həlməşik şəkildə olur. Və onu feyvxanın üzərinə əlavə edirəm. Bu onu qatılaşdırır.
Yaxşı-yaxşı qarışdırıram, həll edirəm. İstəsəniz bunu blenderla da eləyə bilərsiniz. Heyva toxumunu, ləhimini əlavə edib qarışdırandan sonra yaxşı qarışdırırıq ki, hər tərəfinə bərabər yayılsın. Yağlı bişirmə kağızının üzərinə yağlayırıq və hazırladığımız qarışığı onun içərisinə tökürük. Yağlı bişirmə kağızını bir məzmənin içərisinə yerləşdirmişəm. Bundan qabaq artıq dəfələrlə hazırlamışıq. Hazırlayıb istifadə edirik. Süfrəyə qoyuruq və hər tərəfinə bərabər yayırıq. Hazırladığım feyxua 2 belə mecmeyini tutur. Bu şəkildə onu elə otaqda qoyuram. Otaqda qızdırıcı, kombinin qızdırıcısının yanına qoyuram. Otaqda istidir. 3 günə quruyur. Bir üzü quruyandan sonra çevirirəm. Bir günə də digər üzü quruyur. Dediyim kimi bundan əvvəl neçə dəfə hazırlamışıq və onlardan birini sizə göstərmək istəyirəm. Bu artıq hazırdır. Quruyub. İndi onu kəsib sizə göstərəcəyim. Gördüyünüz kimi bərkiyib. Çox faydalıdır, həm də dadlıdır. Həm heyva toxumu faydalıdır, həm də ki feyxua özü faydalıdır. Hazırlayın, uşaqlarınıza verin. Süfrənizə qoyun, qonaqlarınıza təklif edin. Baxın, gördüyünüz kimi bu şəkildə olur. Süfrəyə verəndə istədiyiniz fındıq, qoz, badam, püstə ovuntusuna bulaya bilərsiniz. Bu şəkildə servis edə bilərsiniz. Gördüyünüz kimi bulayıb servis edirik. Bu qədər. Bu da bizim hazırladığımız feyxuadan çiğ marmelad idi. Əgər bəyəndinizsə siz də təkrarlayın. Bəyəndinizsə bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, xoş olsun.